isə əlavə 1% endirim. Tələsin. Kampaniya 30 sentyabrədəkdir. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Rəqəmsal Dialoq verilişi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var Facebook səhifələrindən, Nazirliyin və Radionun Facebook səhifələrindən. Daha sonra suallarınızı oradan şərh bölümünə yaza bilərsiniz. 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də mövzuya dair suallarınızı ünvanlaya bilərsiniz. Bugün Aztelekomda müştəri məmnuniyyəti barədə danışacağıq. Studiyamızın qonağı var. Qonağımız Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Müştərilərlə Əlaqələr Departamentinin Xidmətlərin Monitorinqi, Keyfiyyətə Nəzarət və Hesabatlıq şöbəsinin müdiri Ayaz Əhmədovdur. Ayaz müəllim, salamlayıram, xoş gəlmisiniz. Mən də sizi salamlayıram, çox sağ olun dəvətiniz üçün. Abunəçilər xidmətlərə qoşulmaq üçün, Aztelekomun xidmətlərindən yararlanmaq üçün hara və necə müraciət etməlidirlər? İlk olaraq bundan danışaq. Abunəçilərimiz Aztelekomun xidmətlərindən yararlanmaq üçün bizim müxtəlif kanallarımız vasitəsilə müraciət edə bilərlər. Bunları misal olaraq gətirə bilərik. Bizim çağrı mərkəzini, bizim saytımızı, bundan əlavə olaraq bizim sosial şəbəkələrimizi və əyani olaraq yaxınlaşaraq bizim rabitə xidmətləri mərkəzlərinə, qovşaqlara yaxınlaşaraq müraciətlərini ünvanlaya bilərlər. Əlavə olaraq bildirim ki, çağrı mərkəzləri Bakı regionu üzrə, Bakı üzrə 155 çağrı mərkəzi və regionlar üzrə isə 170 çağrı mərkəzi olaraq fəaliyyət göstərir və 24 saat ərzində fəaliyyət göstərir, müraciət edə bilərlər. Bəs müraciətdən nə qədər vaxt sonra yəni əraziyə əməkdaşlar cəlb olunur, xidmət göstərilir? Baxın, əgər müraciətin qoşulmasıdırsa, qoşulma müraciətidirsə müraciət, standart olaraq 3 iş günü nəzərdə tutulur, lakin bu hal müəyyən vaxt ərzində, müəyyən səbəblərdən dəyişə bilər. Abunəçinin, vətəndaşın evdə olmadığı müddət ola bilər və yaxud da ki, abunəçinin istəyinə əsasən bu vaxt dəyişə bilər, amma standart olaraq 3 iş günü nəzərdə tutulur. Aydındır. Bəs Cipon xidmətlərinin qoşulma şərtləri ilə bağlı nə deyə bilərsiniz? Cipon xidmətlərinə qoşulmaq üçün hal-hazırda 2 şərtimiz mövcuddur. Hansı ki, birinci şərt ondan ibarətdir ki, abunəçi 12 aylıq güzəştlərlə qoşula bilər və bunun üçün heç bir ödəniş etmir və abunəçilərə ONT modem və Twin TV cihazı, televiziya üçün nəzərdə tutulan cihaz ödənişsiz təqdim olunur və yaxud da ki, güzəştli şərtlərlə ödəniş edərək xidmətlərə qoşula bilərlər. Aydındır. Bəs abunəçi qoşuldu, hər hansı bir çətinliyi yarandı. O zaman necə əlaqə saxlamalıdırlar? Öncə qeyd etdiyim kimi, bəli, həmin kanallar hansı ki, bir daha sadalayım, bizim web saytımız var, bizim sosial şəbəkələrimiz var, bizim çağrı mərkəzimiz var və bizim Bakıda və regionlarda xidmət göstərən qovşaqlarımız, rabitə xidmətləri mərkəzlərimiz var. Bir daha xatırladım, Bakı üzrə 155 çağrı mərkəzi, regionlar üzrə isə 170 çağrı mərkəzi 24 saat ərzində fəaliyyət göstərir. Abunəçilərimiz istənilən vaxt çağrı mərkəzinə və yaxud da ki, digər kanallar vasitəsilə müraciət edə bilərlər, çətinlikləri varsa bildirə bilərlər. Bir çox kanallar üzərindən siz dediniz ki, əlaqə qura bilərlər, çətinliklərini, qoşulma ilə bağlı müraciətlərini edə bilərlər. Bəs ən çox sizə müraciət hansı istiqamətdə gəlir? Ən çox gələn müraciət, demək olar, qoşulma müraciətləri bizdə az deyil, yəni kifayət qədərdir. Bundan əlavə olaraq çətinlik səbəblərini deyə bilərəm. Bunlara internet kəsintisi, sürət zəifliyi və yaxud da ödənişlərlə bağlı yaranan müəyyən səbəbləri gətirmək olar. Aydındır. Bəs qeyd etdiyiniz məsələlərin həlli üçün buradan elə efir vasitəsilə dinləyicilərə, abunəçilərə nə tövsiyə eləyərdiniz? Kəsinti, sürət zəifliyi və ödənişlər bunlar fərqli çətinliklər hesab olunur. Kəsinti ilə bağlı birinci növbədə mən deyərdim ki, abunəçiləri maariflənməyə burada çox vacibdir. Yəni özlərini maarifləndirsələr daha tez çətinliyin həllinə nail olmaq olar. Əgər kəsinti varsa, birinci növbədə modem olaraq, yəni cihazdır. Yəni modemin elektrik şəbəkəsinə qoşulub olmadığı yoxlanılmalıdır. Bundan əlavə olaraq onun borcunun abunəçi olaraq, yəni borcun olub-olmadığı müxtəlif ödəniş platformalarında yoxlanılmalıdır. Çünki borc olarsa xidmət dayana bilər.
və yaxud da ki, elektrik şəbəkəsi ilə çalışan cihazdır qoşulmadığı təqdirdə sözsüz ki, xidmət dayana bilər. Sürət zəifliyi isə başqa bir faktordur, yəni başqa bir çətinlikdir, hansı ki, sürət zəifliyinin müəyyən səbəblər var, hansı ki, maneələri ola bilər, sürət zəifliyinə səbəb olan səbəblər ola bilər. Buna birinci növbədə cihazlar hansı ki, qoşulurlar abunəçilərimiz modemə. Wi-Fi şəbəkəsi ola bilər, hansı ki, uzaq məsafədə qoşulmaq istəkləri ola bilər. Bundan əlavə olaraq Wi-Fi şəbəkəsinin tezliklərini dəstəkləməyən, yəni daha köhnə cihazlar belə köhnə cihazlar ola bilər, bəli. Modemin yanında olan digər eyni tezliklə çalışan digər cihazlar ola bilər, hansı ki, maneə yarada bilərlər. Hətta divarın qalınlığı, yaxud beton ara kəsmələr ola bilər. Bəli, beton ara kəsmələr ola bilər, hansı ki, birbaşa olaraq sürət zəifliyi dalğa uzunluğuna maneçilik törədir, dalğaya maneçilik törədir. Hətta mikrodalğalı soba eşitmişdim, amma nə dərəcədə doğru olmuyor? Bəli, mikrodalğalı sobadır. O da Wi-Fi ötürücülüyünə mane olan səbəblərdəndir. Bəli, yəni yaxınlıqda yerləşərsə və yaxud da ki, misal olaraq bildirə bilərəm ki, eyni tezlikdə çalışan digər cihazlar da bir-birinə mane olur. Bəli. Yəni məktəb proqramında bizim keçdiyimiz interferensiya anlayışı var, hansı ki, eyni tezlikli dalğalar bir-birinə maneçilik törədir, bir-birini qapaya bilir. Bu da hal-hazırda bizim abunəçilərimizdə tez-tez müşahidə olunur. Aydın Dayaz müəllim, təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radio efirindən rəqəmsal dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün Aztelekomda müştəri məmnuniyyətindən danışırıq. Qonağımız Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Müştərilərlə Əlaqələr Departamentinin Xidmətləri Monitorinqi, Keyfiyyətə Nəzarət və Hesabatlıq Şöbəsinin müdiri Ayaz Əhmədovdur. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Omid mağazalarından möhtəşəm indirim. Nevot su qızdırıcı 24 kW indi 110 manat deyil, 89 manat. Gülbənz Mistitil 47 manat 90 qəpik deyil, cəmi 31 manat 90 qəpik. Omid xeyli yanlış verişlər. Asan Radyo'da reklam. Şok. 25 kilogramlıq Fabkim keramika yapıştırıcısı 7 manata değil 4 manat 90 qəpik. Hər kisədə ustama hədiyyə kuponu var. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Bir anlıq təsəvvür edin, dənizin sahilində şəxsi villanız. İndi isə təsəvvür edin ki, bu villa sizindir. İnanmağınız gəlmir? Sibris bu xəyalı gerçək etməyə qadirdir. 31 oktyabra kimi xüsusi şərtlərlə sahəsi 230 və 290 kvadrat metr olan şəxsi evlər sizin ola bilər. 5% ilkin ödəniş edirsiniz, qalanını isə 48 aya qədər bölüb hissəli ödəyirsiniz. Ətraflı məlumat üçün 840. Tip sahəsində çalışırsınız? Banko Bakuda sizə özəl komissiyasız kredit var. İndi tip işçiləri 50.000 manatadək nağd pul kreditini Banko Bakudan 0% komissiya ilə əldə edə bilər. Ətraflı 145. Banko Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Eynəklə vidalaşmaq vaxtıdır. Ağrısız, bıçaqsız lazer texnologiyası artıq batı gözdə. Kampaniya ilə gələnlərə ilkin müayinə 50% endirimlə. Ətraflı məlumat üçün Ulduz 4033. Şəhərin qəlbində Elmlər Akademiyası metrosunun qarşısında yerləşən premium yaşayış kompleksi Park Akademi. Hazır çıxarışlı binada hər mərtəbədə cəmi 2 mənzil. Park Akademi. Ətraflı 010 414 1010.
Qış macəralarına hazırsınızmı? Lexus sizə möhtəşəm fürsət təqdim edir. Mühərrik yağı, yağ filtri, ön şüşə təmizləyici maye, şüşə silənlər, salon hava filtri, əyləc bəndləri, əyləc diskləri, rezin ayaqaltılar, yük bölməsi örtüyü, xizək daşıyıcı, dam üçün yük qutusu və külək önləyici. Bütün bu orijinal ehtiyat hissələri və aksesuarlarında 25% endirim, akkumulyatorlarda isə 15% endirimdən yararlanın. Sizin təhlükəsizliyiniz bizim prioritetimizdir. Kampaniya 31 dekabradək keçərlidir. Yalnız Lexus Bakı mərkəzində. Asan Radyo'da reklam 050 60 06 100. Bravo'da 15 oktyabr tarixinədək super manat günləri. 1 kilogram Ülker Albeni mini şokolad çeşidləri 14 manat. 400 qramlıq Şah Gold qara çay çeşidləri 7 manat. Super qiymət, super qənaət üçün. Bravo. Doğru seçim. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün qonağımız Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Müştərilərlə Əlaqələr Departamentinin Xidmətlərin Monitorinqi, Keyfiyyətə Nəzarət və Hesabatlıq Şöbəsinin müdiri Ayaz Əhmədovdur. Mövzumuzsa Aztelekomda müştəri məmnuniyyətidir. Bu ətrafda danışırıq. Ayaz müəllim, sürəti yəni evdə ölçmək üçün sürət testini necə aparmaq olar? Yəni abunəçi özü evdə onu necə edə bilər? Ümumiyyətlə qeyd edim ki, sürət testini bir çox saytlar vasitəsilə aparmaq olar. Ən geniş yayılmışı, yəni geniş nuraqlı və mobil şəbəkə təhlilləri üzrə ixtisaslaşmış şəbəkə olan UKLA üzərindən aparmaq olar. speedtest.net saytı vasitəsilə bu əməliyyatı icra etmək olar. Ən dəqiq sürət LAN kabeli vasitəsilə kompüterə qoşulma zamanı əldə etmək olar sürəti. Lakin digər vasitələrlə, yəni Wi-Fi üzərindən də sürətin ölçülməsi mümkündür. Öncə qeyd etdiyim kimi, bu halda isə maneə törədən səbəblər olmamalıdır ki, yəni ki, ümumiyyətlə yaxşı, normal bir sürətin əldə olunması mümkün olsun. Mümkün olsun. Ümumiyyətlə tezliklərin fərqi nədir? Yəni hansı fərqi hiss edir abunəçi? Tezliklər dedikdə hazırda iki tezlikdən istifadə olunur. 2,4 GHz və 5 GHz tezliklərdən istifadə olunur. Bizim hazırki modemlərimiz hər iki tezliyi dəstəkləyir və qoşularkən həmin modemlərdə hər iki tezlik ayarları quraşdırılır. Burada fərq dalğa uzunluğudur. Yəni simsiz əlaqə sürəti və şəbəkə diapazonudur burada olan fərqlər. Qoşulma zamanı birinci növbədə bayaq qeyd etdiyim kimi qoşulacaq cihazın, yəni internetə qoşulacaq, modemə qoşulacaq cihazın 5 GHz tezliyini dəstəkləməsi vacibdir. Yəqin ki, bu daha çox müasir avadanlıqlarda olur, hə? Bəli, yəni ən son avadanlıqlarda, yəni bu 5 GHz dəstəkləməsi mövcuddur. Bu da əgər bizə uzun məsafəyə internet ötürülməsi lazımdırsa 2,4 GHz şəbəkəyə qoşulmaq, lap güclü şəbəkəyə ehtiyac varsa, o zaman 5 GHz tezliyə qoşulmaq zəruridir. Bəs GHz tezlikdən 5 GHz tezliyə necə keçid etmək olar? Bunun üçün dediyim kimi modemlərdə artıq ayarlar quraşdırılır və abunəçilərin istifadəsinə verilir. İstifadə olunacaq cihazda ayarlar bölümünə, yəni Wi-Fi seçiminin ayarlar bölümünə daxil olaraq siyahı açılır. Bu həm mobil telefonlarda da var, bu televizorlarda da var, digər cihazlarda da bu funksiyalar mövcuddur, kompüterlərdə də var. Siyahı açılır və o siyahıda iki cür şəbəkə əksi olunur. 2,4 GHz və 5 GHz şəbəkə əksi olunur. Hər ikisinin sözsüz ki, imkanı var qoşulmağa, abunəçi istədiyi seçimi edərək qoşula bilər. Lakin 5 GHz-i dəstəkləməyən cihaz olarsa, orada yalnız bir şəbəkə əks olunacaq, 2,4 GHz şəbəkəsi əks olunacaq və həmin şəbəkədən istifadə edə biləcəklər. Bir modemdə, yəni o iki şəbəkəni göstərir, yoxsa router avadanlıq olanda o 2,5 və 5 GHz olur? Ümumiyyətlə, yəni ki, Wi-Fi ayarlarında, bəli, ümumiyyətlə modemin ayarlarında artıq bizim əməkdaşlarımız quraşdırma işləri edəndə həmin aktivləşdirirlər onu. Tezlikləri bəli aktivləşdirirlər və abunəçinin seçiminə buraxılır artıq. Hansı şəbəkə istəsə qoşula bilər. Daha yüksək sürət istəsə, ümumiyyətlə tövsiyə də olunur bu.
ki, siz daha yüksək sürətdən yararlanmaq istəyirsinizsə 5 GHz tezliyə qoşulasınız. Aydın, bir də biz az öncə danışdıq sürətin ölçülməsi ilə bağlı. Səhv etmirəmsə sürəti ölçəndə digər cihazlar qoşulu olmalı deyil, hə? Bir cihazdan ölçməliyik. Tövsiyə olunur ki, bəli, tövsiyə olunur ki, LAN kabeli vasitəsilə, yəni sürət ölçülməsi baş versin. Yəni sürət elə bir anlayışdır ki, hər an dəyişə bilir. Yəni stabil olaraq, yəni qeyd olunan sürətin alınması üçün, yəni bunun çalışmaq mümkün deyil. Yəni buna belə deyək də, bu ümumiyyətlə mümkün olan bir məsələ deyil. Sadəcə olaraq, yəni digər cihazlar qoşularkən sürətdə müəyyən qədər dəyişikliklər baş verə bilər. Qeyd edim ki, yəni 5 GHz sürəti biz özümüz də istifadə edirik. Yəni son dediyim kimi texnologiya artıq elə bir səviyyəyə gəlib çatıb ki, 5 GHz-i dəstəkləməyən demək olar ki, texnologiya yoxdur və istifadə etdikcə maksimal sürəti əldə etmək olur. Hətta bəzən daha çox da göstərir. Bəli. Biz yeni xidmət verilən ərazilərdə olduğumuz zaman şahidi olduq ki, hərdən bəzi vaxtlarda, bəzi saatlarda daha çox da göstərə bilər. Bir də ən çox çətinlik yaşanan tərəf ödənişlərin aparılması ilə bağlıdır ki, bir çox vətəndaşlar ödəniş edirlər və sonra xidmətin aktivləşmədiyini deyirlər. Bu ödəniş məsələsindən çox istərdim ki, aydınlıq gətirəsiniz. Gözəl sualdır, yəni aktual suallardan biridir. Ümumiyyətlə ödənişlərin edilməsi hazırda istifadə olunan bir çox vasitələrlə aparıla bilər. İndi hal-hazırda evdən heç yerə çıxmadan internet üzərindən ödəniş portalları vasitəsilə, veb saytlarıdır, hər hansı bir tətbiqlərdir. Bu tətbiqlər vasitəsilə ödənişi etmək mümkündür. Sadəcə olaraq birinci növbədə ödənişi edərkən təyinatı düzgün seçmək lazımdır. Təyinat düzgün seçildikdən sonra isə artıq ödənişi həyata keçirmək lazımdır. Yəni buna əmin olmaq lazımdır ki, təyinat düzgün seçilib. Məsəl üçün internet ödəyiriksə, interneti seçib ödəməliyik. İnternet seçimini ödəmək lazımdır. Telefon xidməti üçünsə? Bəli, telefon xidməti üçünsə telefon seçimi etmək lazımdır. Bundan əlavə olaraq da yəni bəzən olur ki, abunəçilərimiz xidmətin çalışmaması ilə bağlı müraciət edirlər və bu halda da aşkar olunur. Yəni birinci sualda da dediyiniz sualınızda qeyd etmişdim. Borcun olub-olmadığı məsələsi var. Yəni əgər borcu varsa, xidmət sözsüz ki, dayandırıla bilər və bu müəyyən vaxtdan artıq tamamilə dayandırılır. Bunun qarşısını almaq üçün, yəni xidmətdən dayanıqlı, fasiləsiz istifadə etmək üçün tövsiyəm ondan ibarət ola bilər ki, ən gec ödəniş gününə bir gün qalmış ödənişi həyata keçirsin abunəçilərimiz. Bu halda yəni xidmətin fasiləsiz istifadəsi mümkün olur. Aydındır. Bəs abunəçi istifadə etdiyi sürəti dəyişmək istəyirsə necə? Onda nə etməlidir? Abunəçi istifadə etdiyi sürəti dəyişmək istəyirsə, o halda yenə də bizim kanallarımıza müraciət edə bilər. Hansı ki, dediyim bir daha qeyd eləmək istəyirəm, abunəçilərimiz yararlana bilərlər. Veb saytımızdır, sosial şəbəkələrdir, əyani şəkildə bizim mərkəzlərimizdir. Bəli, yaxınlaşa bilərlər və 24 saat fəaliyyət göstərən Bakı üzrə 155 çağrı mərkəzi, regionlar üzrə 170 çağrı mərkəzidir. Hansı ki, qeydiyyat aparılır. Hal-hazırda bizim əməkdaşlarımız maksimum dərəcədə tez bir müddətdə müraciət növündən asılı olmayaraq sorğudursa, müraciətsə, şikayətdirsə, hər bir müraciət zamanında qeydiyyata alınır və ötürülür aidiyyəti struktur bölmələrinə və əməkdaşlarımız çox qısa zamanda abunəçiləri məlumatlandırırlar və yaxud da lazımdırsa ünvana yaxınlaşaraq çətinliklərini aradan qaldırmağa çalışırlar və qaldırırlar. Aydındır. Əzməm, son olaraq soruşum, əslində mənim özüm üçün də çox maraqlı sualdır. 4 oktyabr Cəbrayıl şəhəri günü idi. Bu məqamda işğaldan azad olunan ərazilərdə gördüyünüz işlərə də bir nəzər salaq. Hansı işlər görülür? Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Aztelekomun artıq Qarabağ filialı yaradılmışdır. Hansı ki, Qarabağ filialına 15 rayon və şöbə daxildir. Bunlara misal gətirə bilərik Bərdəni, Tərtəri, Ağcabədini, Gəlbəcəri, Ağdərəni, Ağdam, Laçın, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını. Hansı ki, yəni bu filialın yaradılması tək struktur dəyişikliyi deyil, daimi məskunlaşma fonunda, yəni bildiyiniz kimi bu hal-hazırda daimi məskunlaşma prosesi davam edir və daimi məskunlaşma fonunda da qeyd olunan bölgədə
yeni texnologiyanın tətbiqi, imkanlarının əlçatanlığı, bundan əlavə olaraq istifadəsinin rahatlığı və daimi texniki dəstəyin göstərilməsinə, yəni bu Qarabağ filialının böyük töhfəsi var. Əlavə etmək istəyərdim ki, məskunlaşma prosesi baş tutduqca hal-hazırda bizim xidmətlərin təminatı üçün kifayət qədər imkanlarımız mövcuddur. Aydındır. Ayaz müəllim, təşəkkür edirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Aztelekomda müştəri məmnuniyyəti barədə danışdıq. Studiyamızın qonağı isə Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Müştərilərlə Əlaqələr Departamentinin Xidmətlərin Monitorinqi, Keyfiyyətə Nəzarət və Hesabatlıq şöbəsinin müdiri Ayaz Əhmədova idi. Növbəti həftə eyni saatda, eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.